Sizin xəbərinizi biz mətbuatdan Türkiyə səfəri zamanı aldıq. İstanbula gəldiniz və müsahibələrinizdən də bildik ki, siz Türkiyədə çox gözəl qarşılandınız və Türkiyəyə gəlməklə ikinci vətəndir dediniz Türkiyə. Evet. Bax, mənim üçün nə maraqlıdır Babək bəy? Ümumiyyətlə, necə görürsünüz bugün Türk dünyası arasında, müsəlman dünyası arasında o birliyi, o mədəni, kültürel əlaqələr necə görürsünüz? Mən bir Qacar olaraq bunu deyə bilərəm ki, bizim zamanımızda Azərbaycan da bizim torpağımız idi məsələn. Biz çox istərik ki, özümüz də, Qacarlar da Türk uyruqlu, Türk kökənli, Oğuz kökəndən gələn, kökənli İranda hökmdarlıq eləmiş olan xanadan biz özümüz Türkiyədə də özümüzü vətənimizdəki kimi hiss elərik. Biz də arzu edirik ki, İran, Türkiyə, bir də Azərbaycan belə bir birlik arasında gələcəyini üstünsün. Bu bizə böyük bir güc gətirər. Həm İranın mənfəətinə olar, həm Azərbaycanın mənfəətinə olar, həm Türkiyənin mənfəətinə olar. Biz zaten kültürel bizim %90, %95 bərabərliyimiz var. %5, %10 ilə arası fərqlərimiz var. Mən belə düşüncəliyəm, biz nədən bu %5, %10 fərqin altını çizirik də, nədən %90, %95 bərabərimizin altını çizmirik? Mənim xanım məsələn Türkiyəlidir, mən özüm İranlıyam, İranda doğulmuş, yəni İran vətəndaşı olaraq Berlində doğulmuşam, xanım da Türk vətəndaşı olaraq Berlində doğulub. Amma mənim üçün İran da vətənimdir, Azərbaycan da vətənimdir, Türkiyə də vətənimdir, bunu bir ayrı eləyəmirəm. Mənim böyük diləyimdir ki, Türkiyə, Azərbaycan, bir də İran bir Avrupa modeli altında bir böyük bir bərabərlik içində gələcəyini istiyorsa hamımızın mənfəəti olar. İndi Qacarlığın bir özəlliğidir. Bizim zamanımızda özəlliklə Nəsrəddin Şah, bir də Müzəffərəddin Şahın zamanında kültür, sanat, belə şeylər çox dəstəklənibdir, mədəniyyət çox irəliləyibdir. Bu çox önəmlidir. Çox tarixdə dara baxarsaq əgər, iləri görəməyik. Biz məcburuq ki, ileriyə baxaq, daldakı kitabları kapadaq, o səhifələri kapadaq, yeni kitabın səhifəsini açaq. Və mənim böyük arzumdur ki, inşallah bir səbəblə biz Qacarlar tarixə yenə bir adım atarıq. İnşallah bir səbəblə biz Qacarlar bu mənim böyük arzumla İran, Türkiyə, Azərbaycan üçgənini inşallah bizim Qacarlarımızın buna bir köməyimiz olar ki, belə bir şey ilərdə gerçəkləşər. Biz çünki İranda hökmdarlıq eləmişik, İranda qabulluq görürük. Azərbaycanın uyruqlu olduğumuza görə Azərbaycanda qabulluq görürük. Bir də Oğuz boyundan gəldiyimizə görə Türklər də bizə qabulluq görür. Ona görə mənim düşüncəm ilə, əgər doğrudan soruşursunuz mənə, mənim görüşüm budur ki, elə fəqət biz Qacarlar bunu